Buzovnanın quruğunda, Tamstorun yanında sizə bir təqdim edəcəm. Dəyərli izləyicilərim, nə evdir, nə obyekt. Çox belə qarışıq bir məsələdir, amma maraqlı bir təklifdir. Çünki bura olub uzun müddət bağ evi restoranı, fəaliyyətdə olub, işləyib, müştəriləri nə qədər istəsən, kalan müştəriləri var. Bu da yolu, Buzovnanın quruğu, Tamstor və 15 sotun içində bu restoran. Amma orijinalında isə bu bir yaşayış villasıdır, dəyərli izləyicilər. 15 sotun üzərində 3 mərtəbə kupçası olan, torpağında, evində kupçası olan bir villa təqdim edirəm, bir obyekt təqdim edirəm. İkisinin ortasında bir şey təqdim edirəm sizə. Əziz izləyicilər, qiymət də münasib 550 min manata. Yəni satılır, torpağı nə də burada. Qiyməti odur, Buzovnanı tanıyan, yaxşı bilən izləyicilər bilir ki 30 mindir bir sot torpağın qiyməti. Sadəcə olaraq indi bu maraqlı məsələ odur ki, kim istəyər, alar o kişidən bu evi sahibindən, restoran kimi davam eləyər, komandasını tökər, yaxşı kebabçısını, manqal pişirəni, qazan yeməklərini, yetərə qədər müştərisi var. Yox istəyərsən, bura ev kimi eləyərsən, bilmirəm də, yəni biraz qarışıq bir məsələdir. Fikirlərinizi yazın, siz buranı necə almaq istəyirsiniz? Mənə maraqlıdır. İndi bir də həyətini sizə təqdim edeyim. Adəti üzrə bu şablonları eləməliyəm. Deməli, bunun 3 maşınlıq, belə saxlamışıq yan-yana, sahibiyim mən, operator falan. Burada 3 dənə maşın dayandı. Bu isə, hörmətli izləyicilər, bunun yaşıllıq zonasıdır. Palmalar, burada heyvə ağacları, yəni bar verən meyvələr var, uzun sözün qısası. Bu hissədə yenə hinlər var, toyuq cücələr saxlamaq üçün, it saxlamaq üçün yeri var. Və bir də bunun bu tərəfdə oyun meydançası var. Həyat bundan ibarətdir. Lap belə ürəyiniz istəsə, bu Moskviçdə sizə hədiyyə verə bilərəm. 1953-cü il istehsalıdır, o da buradadır. Amma den satılmır. Deyib, yəsidir ki 550 min verib, al mənim obyektimi, bunu da ver götür üstündə. Hələ dənizə mənzərəsi də var, onu da sizə göstərəcəm. 550 min içində hələ hovuzu da var. Bu hissədən birbaşa Buzovna dənizi görsənir evin yan tərəfindən. Bu da evin qabaq tərəfindədir. Görsənir buradan Məşdağa deyirlər, Məşdağa yolu. Bu tərəfdə Zağulba yoldur, hörmətli izləyicilər. Baxın, körpünün aşağısında düşdün, qalxdın Məşdağa yolu, sağ isə. Bu Buzovna evləri tanıyırsınız da, o qədər Zağulbaya qədəmdə 9 mərtəbələri görmüşsünüz ki, düz onun yanında yerləşir, baba obyekt. Hörmətli izləyicilərim, qardaşla danışdım, söhbət elədik, başa saldım. Qiyməti 500 minə endirdik. Yəni 500 min real qiymət olaraq son qiymətli. Gəlin, baxın, danışın, götürün və bundan tərəfə aşağı eləmirlər də. 500 min manat. Məncə də dəyər 15 sot torpaq. Heç bu tikilləri hesablamasam belə, torpağın qiymətinə sizə təklif olunur bu obyekt. Bu qədər. Sağ olun, görüşərik inşallah.